Salam aleyküm Fəda xanım, Aybə xanım. Nə danışırsınız? Mən sual verirəm, deyirəm xəyanət bağışlayarsan sən. Bağışlaya bilərsən. Yox. Xəyanət mən özüm eləsəm bağışlayam da. Yox. Kim kimə xəyanət eləyib? Özüm eləməliyim deyə, mənə də qarşı eləyəndə bağışlamaram yəni. Nə yeyərsən? Başını kəsərdim mən aşağısı. Yox, oradan nə yeyərsən? Nə yeyərsən? Valla qadınım, kişi olsaydım həqiqətən də yəni ki, eləyərdim. O adam əgər qeyrəti mənim işdirsə, mən kişiyəm, o mənə xəyanət elədi, onun başını kəsmək olar, kişi olsaydı. Amma qadına bax, əlimdən gəlməz, bir anayam, mən onun başını kəsin məsələrim olur. Aybə xanım, siz nə edərdiniz bəs? Amma içimdə çox pis olaram sadəcə. Küsərəm, bağışlamam, ayrılaram. Mən nə edərəm? Mən bəlkə havalana bilərəm. Ağlaya bilərəm. Yox, dəli ola bilərəm və nəsə xəsarət yetirə bilərəm o adama. Bəlkə də gedib nöğüt gətirib töküb yandıra bilərəm. Ateşle oynama, ateşle oynama, sonunda ellerin, dillerin yanacak. Dilersen gel beni, bir kere daha vur, vurduğun yerlerde güller açacak. Gəlməsən bir sözü, nəyə görə bu kişidə belə xəyanətkar? Yəni dünyada xəyanət eləməyən bir kişi var. Heç olmasa gözünlə də xəyanət eləməyən. Mən inanmıram buna. Düz eləyirsiniz, inanmayın. Dünyada xəyanət eləməyən kişi yoxdur. Var ya bəlkə 5%, o da ya çolaqdır, ya acından öləndir, ya kordur, ya şeydir. Aybə xanım, bax konkret sual verim sizə. Həyatda xəyanətin qurbanı olmusunuz yoxsa yox? Elə ola gedirəm. Aha, istəndi. İstəndi Ola mənim. gedirəm. Əkizlər öz həyatı ilə, deməli, Naybə xanım da əkizlərdir, mən də əkizlərəm. Əkizlər bir cümlə yazılır ki, onlar həmişə öz həyatı ilə oyun oynayırlar. Oyun oynayırlar. Hə, yəni öz həyatı ilə, həmişə ziyanı özlərinə. Pilisos kimi, hardasa Elədikləri səhvlər ancaq özünə ziyan vurur. Başqa heç kimə bu insanların ziyanı yoxdur. Yəni bizim heç bir ziyanımız yoxdur. Doğrudan əkizlər heç kəsə ziyan eləmir, həddindən artıq nə edir? Əkizlər heç kəsə ziyan eləmir. Əkizlər yalnız öz səhvlərinin ucbatından özlərini quyuya salırlar. Bax biz əkizləri. Bax gələ biraz hırsız olsun belə Əkizləri. həyatda. Əla, görürsən. Afaqdaşı öldürür ki, İzzət Nəfisdir. Allah can sağ olasın. Allah can sağ olasın. Sizə də Mən, sağ olun, mən üzülmüyüm. yox, mən üzülmürəm. Mən fikirləşəm ki, bir neçə ildən sonra sənətim dəyişib səyyah olacam. Səyyah olacam, səyyah. Gedib özümə hansısa bir adada bir ev alacam, balaca bir evim olacaq, daxmam, çoxlu güllərim olacaq, orada güllər əkəcəm, ağaclar əkəcəm, quşlarım olacaq. Yəni sizə torpaq sahəsi olsa mənim üçün də götürərsiniz. Mən də imkan olan kimi gəlir mən də sizə qonşu olacaq. Bir 3-4 nəfər istəyirəm ki, qonşularım olsun belə yaxşı insanlar, seçimli insanlar, xəyanətkarlar yox. Mənim üçün dostum, mənim üçün xəyanətdir, fərqi yox, istəyirsən övlad olsun, istəyirsən ər olsun, istəyirsən qardaş olsun. Mən xəyanəti heç vaxt qəbul eləməyəcəm.